Salamlar, hər vaxtınız xeyir olsun. Mən psixoloq Könül Babaşzadə. Bugün sizinlə işləyəcəyim bir mövzu var. Bu mövzudan biri də daxili ata və daxili ana obrazı üzərində işdir. Bəs niyə görə mən bugün sizinlə daxili ata və daxili ana obrazı üzərində iş aparıram? Ümumiyyətlə, bunun psixoloji mexanizmi çox dərindir. Əgər daha detallı şəkildə oxumaq istəyirsinizsə, sizə tövsiyə edəcəyim mənbə təbii ki, deməli Carl Jung'un kitablarını tövsiyə edə bilərəm. Daha dərinə getməyiniz üçünsə, deməli Sigmund Freud'in kitablarını önərə bilərəm. Amma bugünkü mövzumuz bu deyil. Mən elmi danışmayacağam. Mən sizin başa düşəcəyiniz daha rahat tərzdə danışmış olacağam. Ümumiyyətlə, həyatımız demək olar ki, münasibətlərdən ibarətdir. Yəni, işçi, deməli, rəhbər münasibəti, dostluq münasibəti, yoldaşlıq münasibəti, partnyor münasibəti, mənim sizlə olan münasibətimiz fərqi yoxdur. Bizim həyatımızın hər bir nöqtəsi münasibətlərdən ibarətdir. Və bizim hər birimiz, yəqin ki, qəbul edirsiniz və bu belədir, hər birimiz bir anadan, hər birimiz də bir atadan olmuşuq. Ana bizim qadın hissəmizi təşkil edir. Ata isə bizim kişi hissəmizi təşkil edir. Yəni, hər birimiz qəbul edirik ki, biz bir kişidən və bir qadından olmuşuq. Yaxşı, bu bioloji tərəfdir və ana ata olur və sonra mən yaranıram. İndi mənim burada demək istədiyim hissə nədir? Ola bilər ki, videoda biraz format fərqli düşdü, amma yazaraq bu dəfə xüsusilə də izah etməyə çalışdım. Hər birimizin daxilində spirituallıqda və yaxud da başqa bir koçlar tərəfindən bu eril enerji və yaxud da ki, məsəl üçün deyək ki, dişil enerji şəklində gedir. Amma psixologiyada biz daxil ana və ata, hətta mama terapiya, rusca deyilir, papa terapiya. Yəni, bunu keçmək niyə vacibdir? Aha, mən yadınızda giriş hissə verəndə sizə nədən danışdım? Sizə qeyd elədim ki, hər birimizin daxilində bir kişi və bir qadın var. Bəs bu kişi və qadın kimlərdən ibarətdir? Özümüzün fərqində olmadan biz bu dünyaya kimin vasitəsilə gəlirik? Biz ana və atadan və bizim ana və atamızın həyatla bağlı, dünya ilə bağlı, yaşamaqla bağlı, münasibətlə bağlı, sevgi ilə bağlı, yəni bu saat sizin hansı sahədəki problem keçirmirsiniz, o problemlə bağlı bir düşüncəsi olur. Məsələn, ata deyir ki, misal üçün, ata deyir ki, həyat yalançıdır və yaxud ata deyir ki, sən avarasan, və yaxud da ki, mənfi sözləri yazıram. Və yaxud da ki, ata deyir ki, məsəl üçün, bu dünya fırıldaqçılardan ibarətdir. İndi istədiyin heç nəyə nail ola bilməzsən. Sən həmişə, belə deyək ki, tupoy olmusan və s. Ata sənə bu həyatda mənəvi və yaxud da ki, deyək ki, fiziki şəkildə bir psixoloji, necə deyim, psixoloji təsir edib. İstəsən də, istəməsən də, mənəvi odur ki, bir var ki, ata mənəvi olaraq səndən pozitiv ünsiyyət qurub, sən ağıllısan, qəşəngsən, mən sənin yanındayam, davamlı sənin yanındayım, sən onu mənəvi hiss etmirsən. Bu, sənin daxili ata obrazının uşaqlıqdan şuuraltı olaraq içinə yerləşməsidir. Bir də var, atan səninlə mənəvi bağını kobudluq üzərində qurub, yəni səni söyüb, təhqir edib, yaxud da ananı, ətrafdakı insanları, cəmiyyəti söyüb, təhqir edib, sən uşaq versiyanına, hansı ki, burada mən qeyd edirəm, uşaq versiyanına, ətraf aləmdə baş verən hadisələri, dünyanı istəmsizcəsinə şuuraltı olaraq, xüsusən də 0-11 və yaxud da 0-7 yaş arası sən nə etmirsən, sən yığmısan, beynində nə etmirsən, kodlamısan. Bunu istəmədən etmirsən, fərqində olmadan etmirsən və bunu etdiyin nöqtə, belə deyək ki, sizə necə izah edə bilərəm? Yəni, həmən vaxt bilinçli olmamısan, şuurlu olmamısan. Ta ki, gələcəyik, mən indi o hissəni izah edim. Eyni şeydə ana. Ana da mənəvi və fiziki. Bir var, ana ilə mənəvi bağın çox yaxşıdır. Ana sənə pozitiv tərzdə ünsiyyət qurub. Məsələn, mənim gözəl qızım, ağıllı oğlum, tərbiyəli balam, mənəvi dəyər, mənəvi söhbət, həmişə yanında olub, başa düşüb, mənəvi bağ qurub. Bir də var, negativ qrup. Sən avarasan, oxumayansan, sən beləsən, sən eləsən, sən filan. Və yaxud da səninlə də olmasan, öz ətraf münasibətlərində, öz ərinlə, öz, belə deyək, valideynləri ilə, öz dostları ilə, qohumlarla, işi ilə eyni proses ataya da aiddir, negativ qrup və sən istənmədən uşaq versiyanına bu ana və bu atanın ətraf ailəmə olan münasibətindən. İndi bu hissəni bir daha istəyirəm ki, sizinlə nəzərdə keçirmiş olum. Okey, deməli, yenə də yazıram ata və yenə də yazıram ana.
ata və ana ətraf aləmlə olan münasibəti, sizinlə olan münasibəti sizin birbaşa uşaq versiyanızla, yəni uşaq dediyim neçədir? Sizin ana bətnində 0, 0, 6 və ya 7 yaş, xüsusən də 11 yaşa kimi şuuraltı proqramlarınızın proqramlanmasıdır. Yəni sən istəsən də, istəməsən də biz dünyaya doğulanda ata və ananı düz hesab edirik, emosional cəhətdə biz onu qəbul edirik. Söhbət burada, baxın, yenə nə deyirəm, ola bilər çoxunuzun atası erkən yaşda rəhmətə gedib, anası çıxıb gedib, atası tərk edib və s. bu ola bilər. Amma hamımız bir kimləsə böyümüşük də, böyüdüyümüz şəxs də ya belə deyəndə sizə ya bizim himayəçimiz olub, ya da ki bizim anata olub. Mən toplu olaraq anata danışıram. Bu videodan da sizə çıxan payı götürə bilərsiniz və mənim uşaq versiyamın, bayaq dediyim kimi ana və atamın mənimlə necə bir bağ qurur? Mənəvi və fiziki bir bağ. Fiziki hələ girməmişəm, mənəvidən danışdım. Bir var pozitiv tərəfdən cümlələr qurur, danışır, ətraf aləmlə özünə, mən uşaq versiyamına pozitiv proqram. Bir var negativ qurur, mənim artıq beynimdə təhlükələr yaranır. İndi isə bunu bir daha dəqiq şəkildə izah eləmək istəyirəm. Aha. Deməli, bu mənim uşaq bir versiyamdır. Mən uşağım hələ ki, mənim uşaq bilincim, yəni şuuraltı hissəm. Yəni bunu, baxın, belə şəkildə izah eləyəcəm. Şuuraltı bir hissə. Düzdürmü? Bu mənim şuuraltı bir hissəmdir. Aha. Mənim ana və atam məni proqramladı. İstəmsizcəsinə, biz onları günahlandırmırıq. İstəmsizcəsinə, öz həyat hekayələrinə görə, öz yaşamışlığına görə, öz düz və yanlışlarına görə istənmədən mənim uşaq zehnimi neydi proqramladı. Bizdə nə yaranır? İndi mən sizə bir şey deyəcəm və siz həqiqətən çox şoka düşəcəksiniz. Hələ ki, negativ tərzdən danışıram. Məsələn, sizdə qorxu olur, qorxularınız var. Narahatlıq var. Düzdürmü? Narahatlıq, etiraf edirik, narahatlıq var, təşviş var, utanç duyğusu var, günahkarlıq var. Düzdürmü? Günahkarlıq var. Daha sonra nifrət var, kim var, artıra bilərik, nifrətdir, kimdir, peşmanlıq var, düzdürmü? Peşmanlıq, sonra uğursuzluq var, düzdürmü? Yəni siyahını en qədər artıra bilərəm, razısınız. Bu duyğularınız varsa, bu duyğuların hər biri sizə öz istəmsizcəsinə öz ana və atanızdan proqramlanıb. Elə insanlar ümumiyyətlə uşaqlıqdan heç bu duyğulara malik olmur, çünki onun böyüdüyü həyat tərzində bu şeylər olmuyor. Bu şeylərin olması bizi anormal edir, etmir, normaldır. Məndə də var, tənzimləmişəm, sizdə də ola bilər. Balanslanmaq burada əsas rol oynayır. Yəni xüsusilə də bu hissəyə diqqət yetirək, balanslamaq. Aha, indi başa düşdünüz ki, bizdə niyə görə negativ duyğular olur? Bu ayrı mövzumuzun bir dərsi olsun. Bugün mən ana və atanın hissədən təbii ki danışıram. Aha, deməli, yenə elə yazıram bura ana və yenə də yazıram bura ata. Razısınız da, düzdürmü? Mənəvi bağ qurur məndən, düzdürmü? Mənəviyə toxundum, az çox. Bir müsbət, bir pozitiv. Bir də var ki, ana və ata mənimlə fiziki bir bağ qurur, müsbət və mənəvi. Ana fiziki olaraq yanımda yoxdursa, mənlə yaşamırsa, rəhmətə gedibsə, məni tərk edibsə, evdə yoxdursa, bir şəkildə mən uzaq kontaktdayamsa, eyni proses ataya, deməli, fiziki olaraq mənim yanımda yoxdur. Amma yox, mənimlə eyni evdə yaşayırsa, eyni yerdəyik, eyni çörək yeyirik, eyni yerdən dururuqsa, fiziki olaraq yanımdadır. Mənəvi prosesdə də elədir. Ana və ata mənlə yaşayırsa fiziki, mənimlə olaraq kontaktdadırsa, mənim ehtiyaclarım, mənim uşaq versiyamı deyirəm, önəmsəyirsə, mənim yanımdadırsa, mənə mənəvi dəstək olmağa çalışırsa, müsbət versiya ilə ana yanımdadır. Amma yox, eyni yerdə yaşayıramsa, ana mənə dəstək deyir, yanımda deyir, köstəkdir, vurur, incidir və s. Deməli, ana mənim yanımda deyil, mənəvi və fiziki. Və bizim boşluq hissimiz və duyğusal boşluq hissimiz nədən irəli gəlir? Mən bunu ayrı bir mövzuda danışmışam, baxa bilərsiniz video. Duyğusal boşluq əslində bizim uşaq versiyamızın, belə izah edə bilərəm ki, ana və atadan biz mənəvi və fiziksel olaraq doymayanda bizim duyğusal boşluğumuz meydana çıxır, bastırılmış duyğularımız olur. Bu da proyeksiya verir
Kimə, partnyora, iş yoldaşlarına, həyatımıza, iş fəaliyyətimizə, hər bir şeyə proyeksiya verir. Amma kök səbəb şəfalanmalı olan və fərqində olan tərəfimiz hara olur? Daxili ana və ata obrazımız. Ümumiyyətlə, mən bugünə qədər demək olar ki, 4 dənə marafon kimi təlim keçirmişəm və hər birində də daxili ana və ata fiquru üzərində iş aparmışam. Eyni zamanda daxili kişi və qadın obrazı üzərində iş aparmışam. Bu birinci hissə video olsun. İkinci hissə videomuzu münasibətlərə həsr edəcəm. Kişi və qadın obrazı üzərində iş. Hər iki ana və atanın ön təqdimat hissəsi idi ki, kim ki başa düşmürdü, primitiv bir izah elədim. Mənim təlimlərimə qatılaraq öz üzərinizdə daxili ata, daxili ana obrazı üzərində iş apara bilərsiniz. Daxili ana və ata obrazı üzərində öz üzərinizdə işləyə bilərsiniz. Fərqindəlik texnikaları verirəm, çalışmalar verirəm və sizinlə tet-a-tet birbaşa işləyirəm. Əgər siz də öz aranızda bunu həll eləmək istəyirsinizsə, sizi təlimlərimə dəvət edirəm, qoşula bilərsiniz. Okey, bir də onu qeyd edim ki, biz real ana və atanın necə olmasından asılı olmayaraq, yəni bunu xüsusilə vurğulayıram ki, yadınızda saxlayın, bizim daxili ana və ata obrazımız var. Mən bunun üzərində sizinlə iş aparıram, hansı ki, uşaq versiyamızdan bu yaşımıza qədər daxilən proqramlanmışdı. Bunu sizinlə A-dan Z-yə işləyirəm. Növbəti videomuz qoy sizinlə olsun. Daxili kişi və daxili qadın obrazımızı proqramlanması. Başa düşməyənlər üçün sadəcə mini bir izah idi, mini bir psixoloji giriş idi. Təbii ki, işin elmi tərəfi daha genişdir. Araşdıra bilərsiniz, məqalələr oxuya bilərsiniz, kitablar oxuya bilərsiniz. Bu daha çox sizə kömək ola bilər. Amma təlim formatını mini hissəcik şəklində öz üzərinizdə işləyib suallarınızı daha ətraflı verməyiniz üçün təlimlərimə qoşulmağı sizi dəvət edirəm. Hər birinizi uğurlar arzu edirəm. Video faydalı idisə rəy yazmağı unutmayın. Sağ olun, salamat qalın.